Xoş gördük hörmətli futbol azərkeşləri. Misli Premyer Liqasının 15-ci turun oyunlarında yaranmış mübahisəli epizodları təhlil edəcəyik. Şamaxının oyuncusunun rəqibin qapısına tərəf zərbəsindən sonra top Zirənin futbolçusunun əlinə dəyir. Hakimin ilkin qərarı davam olur. VAR epizodu yoxlayaraq Zirənin oyuncusunun əllə oynadığını aşkar edir və baş hakimi monitora dəvət edir. Hakim epizodu monitorda izlədikdən sonra Zirənin qapısına penalti təyin edir. Zirənin futbolçusu rəqibin qapısına zərbə endirir. Zərbədən sonra Şamaxının oyuncusu ilə təmas yaranır. Hakimin ilkin qərarı davam olur. VAR epizodu yoxladıqda qayda pozuntusunun olmadığını müəyyən edir. Hakimlər Komitəsi bu epizodda hakimlərin qərarının doğru olduğunu təsdiqləyir. Oyunçu sürüşmə fəndi etdikdən sonra hər iki ayağını yığır və təmasdan qaçmağa çalışır. Bu tip toxunuşlar qayda pozuntusu kimi qiymətləndirilmir. Qəbələnin futbolçusu rəqibə ayaqla zərbə vurur. Hakimin ilkin qərarı düşüncəsiz hərəkətə görə sarı vərəqə olur. VAR epizodu yoxladıqda Kəpəzin oyuncusunun rəqibə qarşı həddən artıq güc tətbiq etdiyini müəyyən edir və bu səbəbdən hakimi mümkün qırmızı vərəqəyə görə monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra haqlı olaraq sarı vərəqəni ləğv edərək qırmızı vərəqə ilə əvəz edir. Araz Naxçıvanın oyuncusu canlı səddə topa əllə oynayır. Hakim haqlı olaraq bu komandanın qapısına penalti təyin edir. VAR epizodu yoxladıqda qərarın doğru olduğunu təsdiqləyir. Qarabağın qapıçısı rəqibə qarşı qaydanı pozur. Hakim haqlı olaraq bu komandanın qapısına penalti təyin edir. VAR epizodu yoxladıqda penaltinin doğru olduğunu və Araz Naxçıvanın hücumu zamanı oyundan kənar vəziyyətinin olmadığını təsdiqləyir. Araz Naxçıvanın oyuncusu sürüşmə fəndindən sonra topa əllə oynayır. Hakimin ilkin qərarı davam olur. VAR epizodu yoxladıqdan sonra müəyyən edir ki, Araz Naxçıvanın futbolçusu topa ilk toxunuşdan sonra əlavə hərəkətlə bilərəkdən əllə oynayır. VAR doğru olaraq epizoda müdaxilə edərək hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra əllə oyuna görə penalti təyin edir. Hakimlər Komitəsi penalti qərarının doğru olduğunu təsdiqləyir.